burada bir məsələyə toxunmaq istəyirəm. O da odur ki, Əhl-i Beyti sevmək, möhtərəm qardaşlar, Əhl-i Beyti sevmək iki yerə bölünür. Biri həqiqət, o biri də iddia. Kimin həqiqi şəkildə Əhl-i Beyti sevib, kimin iddia etdiyini bilmək üçün qayda var. Kim Əhl-i Beyti sevirsə, sözləri və əməlləri Əhl-i Beytin sözlərinə və əməllərinə oxşamalıdır. Yəni o mənada ki, bax ki, Peyğəmbər sallallahu aleyhi ve sellem nəyə dəvət edib, hansı əməli necə edib. Sonra Peyğəmbər sallallahu aleyhi ve sellem Əhl-i Beyti. Əli radiyallahu anh necə ibadət edib. Həsən radiyallahu anh necə ibadət edib. Hüseyin radiyallahu anh necə ibadət edib. Başqa Əhl-i Beytdən olan insanlar necə ibadət edib. Tövhidi necə qoruyublar. Tövhidi necə yayıblar. Şirkə qarşı necə mübarizə göstəriblər. Küfrə qarşı necə mübarizə göstəriblər. Nifaqa qarşı necə mübarizə göstəriblər. Və onların getdiyi yolla getməyə çalışqınən. Bəzən bugünkü gündə Əhl-i Beytəm dənlərdə əcaib şeylər var. Baxırsan ki, deyir, mən Əhl-i Beytəm, gedir qəbirlərə ibadət edir. Əli radiyallahu anhu haşa gedib qəbrə ibadət edirdi. Əhl-i Beytəm deyir, görmədiyi pis işlər yoxdur. Görmədiyi yalanlar yoxdur, danışmadığı yalanlar yoxdur, iftiralar yoxdur. Əhl-i Beyt bunların hamısından uzaqdır. Və yaxud əziz qardaşlarım, Əhl-i Beyt deyəndə, bu o deməkdir ki, sən Əhl-i Beytə ibadət eləyəsən. Əhl-i Beytdən hansınısa Allah məqamını qaytarasan və onlara Allaha məxsus olan sifətdən bir sifət verəsən, deyəsən ki, onlar eşidirlər, onlar bizim hacətlərimizi ödəyirlər, onlar məhşər günü insanları hesaba çəkəcəklər, Allah Taala onları buraxacaq cənnət, onların əlinə verəcək kim cənnətə girməlidir, kim cəhənnəmə girməlidir, onların əlində olacaq tərəzi və yaxud da başqa ilaha, Allaha aid olan sifətlər. Rafizi firqəsində bu şey məşhurdur, möhtərəm qardaşlar. Əhl-i Beyt adı ilə dinə damğa vurmaq, Əhl-i Beyt deyə Allahın kitabını və Peyğəmbər s.ə.v-in sünnəsini taftalamaq nədən iləri gəlir? Birincisi, Peyğəmbər s.ə.v sahabələrini sevmədiklərinə görə, ikincisi də Peyğəmbər s.ə.v hədislərinə inanmadıqlarına görə. Ona görə meydan kimlərə qalır? Müctəhid dediyi insanlara. Sözün qısası, əziz qardaşlarım, iddia ilə həqiqətdə fərq var. Həqiqət odur ki, sən onların yolu ilə gedəsən, ibadətlərin onların ibadəti kim ola? Xəyal odur ki, onlar başqa yolda ola, sən başqa yolda olasan. Və əziz qardaşlarım, Allah Taala'dan diləyirəm ki, bizə istifadələrdən etsin. Allah Taala'dan diləyirəm ki, Əhl-i Beyti sevənlərdən etsin, onların yolu ilə gedənlərdən etsin. Bizləri onlarla həşr eləsin, möhtərəm qardaşlar. Və aqulu ma təsməun və əstəğfirullahal azim li və lekum li sa'ilil muslimin min kulli zənb fəstəğfiruhu innehu huvel gafurur rahim.